Herkese selamlar. Ben Qabil Abbasov. Bugün 01.02.2026 tarixində 9-cu sinif OTQ buraxılış sınavının xarici dil ingilis dili variant B-nin rəzə sualların həllinə baxacağıq. Gəlin başlayaq 31-ci sualdan. Bizə verilir ki, -2x böyükdür 4 bərabərsizliyi ödəyən ən böyük tam ədədi tapın. İlk olaraq əmsalımız mənfi olduğuna görə hər tərəfi -2-yə böləndə işarəmiz dəyişir. Yəni x kiçikdir 4-ü -2-yə böləndə düşür -2. Bu şərti ödəyən ən böyük tam ədəd -3-dür. (32-ci sual). Deyir ki, alfa bərabərdir 3x üstəgələk 18 dərəcə olarsa, yəni bu bucaq iti bucaq olarsa x-in ən böyük tam qiymətini tapın. İti bucaq bilirik ki 90 dərəcədən kiçikdir. Bu şərti nəzərə alaraq gətirib yerinə qoysaq 3x üstəgələk 18 kiçikdir 90, 3x kiçikdir 90 çıxaq 18, 3x kiçikdir 72-dən, x kiçikdir 24-dən. Bu şərt x-in ən böyük tam qiyməti hansıdır? X bərabərdir 23. Ən böyük tam qiyməti. 33-cü sual. 33-cü sualda bizə deyir ki, ABC bərabər tərəfli üçbucaqdır. Şərti verim. Bərabər tərəfli üçbucaq. Bilir ki, nədir? Dərəcələrin hamısı 60 dərəcədir. BH AC perpendikulardır. Bilir ki, bərabər tərəfli üçbucağın hər hansı bir təpəsindən çəkilmiş tənbölən, median, hündürlük bir-birinə bərabərdir. Tənbölən dediyimizə görə bura bucaq bərabərdir. Tənbölən olduğuna görə. ABC bərabər tərəfli bucaqdır. Bura nədir? 60 dərəcə. Tənbölən görə həm fərq görə düzaq bucağa görə tapmaq olar, həm də tənbölən görə tapmaq olar. Bizdən soruşur ABH. Bucaq ABH bərabər nəyə? 30 dərəcə. 60-ın yarısına. 34-cü sual. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AB bərabərdir BC, bərabər CD, bərabər DF olarsa bucaq BCD-ni tapın. Yəni bu hissəni alfanın. Bilir ki, uşağım, bərabər vətərlər olduğundan bərabər vətərlərin sökəndiyi qövslər bir-birinə bərabərdir. Və bu da yarım çevrə olduğundan bu tərəf 1, 2, 3, 4. 4 dənə qövs yaranır. 4 qövsü tapanda 180 bölək 4 bərabər neçə? 45 dərəcə. Deməli, hər qövsümüz 45 dərəcədir. Və bizdən BCD-ni soruşur. BCD uzatsaq buradan. Bu hissə buradan bura qədər qövsə bərabərdir. Onun üçün tapanda 45 vur 2. Niyə 2-yə vurduq? 2-dən 45 var. Üstə gələk yarım çevrə 180. Cəmi neçə eləyir? 270 dərəcə. Demək, buradan bura qövs BD qövsü 270 dərəcədir. Bucaq BCD-ni tapanda bu da bərabərdir 270 bölək 2. Yəni qövsün yarısına bərabərdir. Major qövsün yarısına bərabərdir. 35. Bizə verir ki, 35-ci sualda 12AB kvadratı çıxaq 8A çoxaltısını vuruqla ayırım. İlk olaraq biz orta vurut tapaq. A var, A var. 12 48-in böləndiyinə elə 12-ni ortaq vuru çıxartdıq. A-nı götürəndə hər ikisində qaldı B kvadratı çıxaq 4. Bərabərdir. 12A olduğu kimi qaldı. Bu da müxtəsər vurma üstü kimi açanda B çıxaq 2. B üstü gələk 2 kimi açırıq. Elə bizdən bunu istəyir. Doğru cavab Y variantı. 36-cı sual. 5 bölək 3 kökdə 5 vuraq 6 bölək 4-cü cəzdən kök altında 25 bərabərdir. 3-dən 6 ixtisar getdi. Qaldı burada 2. 5 bölək kökdə 5 vuraq 2 bölək 4-cü cəzdən 25 yazdıq 5-in kvadrat kimi. Kvadratla 4-cü cəzə qaldı. Burada qaldı 2. Bərabərdir 5 vur kökdə 5 vur 2 bölək kökdə 5-ə. Kökdə 5 ilə kökdə 5-ə vuranda bizə verir 5. 5 vur 2. 5-də getdi qaldı 2. Doğru cavabımız oldu 2. 37-ci sual.
Deyək ki, mənfi 3,2 və 5,3 ədədlər arasında yerləşən tam ədədlər cəmini tapın. Ədəd oxunu çəksək, mənfi 3,2, 5,3 burada yerləşsə, bu ədədlərin özünü götürək. Tam ədəd dediyinə görə mənfi 3,2 böyük tam ədəd mənfi 3'dür. Mənfi 3'dür. 5,3'dən kiçik tam ədəd 5'in özüdür. Və bu ədədlərin cəmini istəyir. Bu ədədlərin cəmini istədiyinə görə mənfi 3'dən müsbət 3'ə qədər ədədlər əks işarəli olduğuna görə bir-birinə geddi. Cəm edir 0. Bizdə qalır 4 üstə gələk 5 bərabər nəyə? 9'a. Kvadratın diaqonal arasındakı bucağın sinüsünü tapın. Bilir ki, kvadratda diaqonallar nədir? Tərəfinin bucağı nə olur? Tənböləni. Tənbölən olduğuna görə bucaqlar arasında qalan bucaq nədir? Bura 45'dir, bura 45'dir. Deməli, diaqonal arasında qalan bucaq nədir? 90 dərəcə. Bizdə diaqonal arasında qalan bucağı istəyirdi. Sinüs 90 dərəcə. Nəyə bərabərdir? 1'ə. 39-cu sual. 7x çıxaq 35 bölək 25 çıxaq x kvadratın vuruqları ayırın deyir. Yəni sadələşdirin. Sürətdə 7-ni ortaq vuru çıxarsaq, qalır x çıxaq 5. Məxrəcdə müxtəsər kimi açsaq 5 çıxaq x, 5 üstə gələk x bərabərdir. X çıxaq 5, 5 çıxaq x. Bir-birinin əks işarə olduğuna görə ixtisar aparsaq, qalır mənfi. Mənfi 7 bölək 5 üstə gələk x. Cavabımız oldu mənfi 7 x üstə gələk 5. D variantı. 40-cı sual. X bərabər mənfi 1 olduqda 2 x üstü 8 çıx 6 x üstü 5 üstə gələk 4 x üstü 6 ifadəsi qiymətini hesablayın deyib. İlk olaraq bir qaydan yadımızda saxlayaq. Mənfi ədədin cüt dərəcəsi qüvvətli eləyir müsbət. A kiçikdir 0 olarsa A üstündə 4 bizə verir müsbət A üstündə 4. Yəni modul A üstü 4. A üstündə 4 eləyir mənfi A üstündə 3 yazaq. A-nın kubuna. Yəni 2 vur mənfi 1 üstü 8 çıx 6 vur mənfi 1 üstü 5 üstə gələk 4 vur mənfi 1 üstü 6 bərabərdir. 2 vur cüt dərəcə olduğuna görə müsbət 2 vur 1 çıxaq 6 vur mənfi 1. Nə mənfi 1 yazdıq? Tək dərəcədir. Üstə gələk 4 vur 1. Nə müsbət 1 yazdıq? Cüt dərəcədir. 2 6 mənfi 1'ə vuran deyir müsbət 6 üstə gələk 4 eləyir 12. 41-ci sual. Bizə deyir ki, sinifdəki 24 şagirddən 85 hissəsi riyaziyyat dərnəyinə gedir. Riyaziyyat dərnəyinə getməyən. Bizdən getməyən sorusuna görə getməyən neçədir? 8-də 3'ü. Yəni 24'ün 8-də 3 hissəsini tapırıq. İxtisar getdi. 3, 3 oranda 9. Bu toplum sualıdır. 41-ci sual. Bu da toplum sualıdır. Həm də 5-ci sinif riyaziyyat kitabında var bu suallar. 20'də 7 ədədin faiz ilə ifadə edin deyir. Faiz ifadə edir ədədin %1 hissəsinə. %1 dediyinə görə məxrəci 100 olmalıdır. 100'ə gətirmək üçün 20'də 7. Hər tərəfi 5'ə vurmalıyıq. 5'ə vuranda 35, 5'ə də 100. Bu da bərabər nəyə? 35 faizə. Ədədin %1 hissəsinə faiz dediyimizə görə %35 edir 35 faiz. Və yaxud 100'ə vurasınız. 100 vurmaq olar. 40-cı sual. Deyək ki, 0, 1, 2 çoxlu elementlərdən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmlərdən düzəltmək olar? 2 rəqəmini dediyinə görə 2-dən xətt qoydum. Burada neçə rəqəm var? 3 dənə. Amma 0-la başlayan ədəd olmadığına görə ikisini buraya yazırıq. Və bizdən deyək təkrarlanmayan. Təkrarlanmayan dediyinə görə birini buraya yazmışıq. Geridə neçəsi qaldı? 2 dənə. 3 element vardı. Birini yazdı, qaldı ikisi. İkisi bura. Bunların hasılı bizə nə verir? 4'ü. Permütasiya qaydası. Bu da eləyir Y variantı. 4 dənə. Deyir 12 ədədini 3 dəfə artırıb. Yəni 12 vuraq 3. Alınan ədəddən 2 vahid azaltsaq. Yəni çıxaq 2. 36 çıxaq 2 bərabər nəyə? 34'də. 45. X üstü 3'də 1 vuraq x üstü 3'də 2 olar yəqin. Bərabər eləyir
x-dir. Qüvvə vurma olunca qüvvətlər toplanır. 3'də 3 bərabər 9. Yox. Deməli bu 9 3'dəki deyilmiş. Variantda 9 yoxdur. Deməli bu 5'miş. 3'də 5. Bizə verir 3'də 6. X kvadratı bərabərdir 9'a. Buradan x də bərabərdir müsbət mənfi 3'ə. Bax Y variantı var. Amma götürmək. Niyə? Çünki gətirək yerinə qoy qüvvətlərim. 3-cü dərəcədən kökdə x. Vuraq. 3-cü dərəcədən kökdə x'in x üstü 5. Şərtə baxırıq. Şərtə baxınca ödəyirmi? Kökün altında mənfi tək dərəcə olduğuna görə kökün altında mənfi ola bilər. Müsbət də ödəyir, mənfi də ödəyir. Deməli doğru cavabımız nədir? Mənfi. Hər ikisi də ödəyir. Y variantı. Düzbucaqlı üçbucağın düzbucaq təpəsinə çəkilən medianla bütün uzunluqlar cəmi. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsinə çəkilən medianla. Median nədir? 3 bərabər. 3 də bərabər olur. Cəmi neçə ilə? Bura adsa, bura adsa, burada adım. Yəni 3A bərabərdir 12, A bərabərdir 4-ə. Və deyək ki, bu üçbucağın xaricdən çəkilmiş çevrənin radiusunu tapın. Xaricdən çəkilən çevrə nə olur? Hipotenuz çevrənin diametri olur. Yəni yarısı nəyə bərabərdir? Radiusa. El bərabər neçə? 4'ə. Elə A-ya bərabərdir. İti bucağı 30 dərəcə olan rombun perimetrini tapın. Perimetrin hündürlüyə nisbətini istəyir. A. Hündürlüyü iti bucağı 30 dərəcə. P bərabərdir. Bilirik ki, nəyə bərabərdir? 4A-ya. H bərabər nəyə? 30 dərəcənin qarşısındakı katet nəyə bərabərdir? Bütün uzun yarısını A bölək 2. Bizdən P'nin H-a nisbətini istəyir. 4A A bölək 2. Bu da bərabərdir. 8A bölək A-ya. Alar qısa getdi, qaldı 8. Doğru cavab nədir? 8. 48-ci sual. Bizə verir 2 kiçikdir, 2 kiçikdir 7-dən. Mənfi 1 kiçikdir, y kiçikdir 6. 2 qat bərabərsə verir. Deyək bu şərtləri nəzərə alaraq 2x çıxaq 3y ifadəsinin tam qiymətlər cəmini tapın. Bunu tapmaq üçün ilk olaraq bizdən 2x-i bir də 3y tapmalıyıq. Bütün yuxarıda şərti nəzərən. Buradan 2x tapmaq üçün hər tərəfi 2-yə vurmalıyıq. Eləyir 4 kiçikdir 2x kiçikdir 14-dən. Buna hər tərəfi mənfi 3. Yəni 2x üstə gələk mənfi 3y də bu uşaqlar. Hər tərəfini mənfi 3-ə vursaq, bu bizə verir mənfi 18 gəlin biz bunu elə şey kimi 3 kimi baxanda 3-ə vuranda bizə eləyir mənfi 3 kiçikdir 3y kiçikdir 18'dən. Və bunu yazanda çıxma qaydası necədir? 4 çıxaq 18 kiçikdir 2x çıxaq 3y 14 çıxaq 3 mənfi 3. Bu da bərabərdir. 4-dən 18 çıxanda bizə verir mənfi 14 2 çıxaq 3y bərabərdir 17-yə. Düzgün 3'ə vuranda mənfi 3 müsbət 18 4-dən 18 düzdür. Və bizdən bunun cəmini istəyir. Cəmini istədiyinə bu şərti ödəyən mənfi 3-dən müsbət 16-ya qədərdir. Bilirik ki 13-dən müsbət 13'ə qədər cəmi bizə verir 0. Geridə qalır 14, 15, 16.
Bunun da cəmi bizə neçə verir? 45'ə. Qırıq 9-cu sual. Deyir, boş olmayan açoxluğu üçün 2x çıxaq 18 olarsa x'in ən kiçik tam qiymətini tapın. Boş olmayan dediyinə görə, yəni bir element olduğuna görə, yəni sıfırdan böyük bir elementi var da. 2x çıxaq 18 böyükdür 0. Yəni boş deyil. Bunu şərt ödədir. 2x böyükdür 18-dən, x böyükdür 9-dan. 18-i 2-yə böldük. Bunu ödəyən ən kiçik tam ədəd nədir? 10. 50-ci sual. Bizə verir tənşiklər sistemi. K, x üstə gələk 4y bərabərdir k-ya. 3x üstə gələk 6y bərabərdir k üstə gələk m-ə. Sistem təhnlikdə bilir ki, sonsuz sayda həll olması üçün bütün nisbətlər bərabər olmalıdır. K bölək 3 bərabərdir 4 bölək 6 bərabərdir k bölək k üstə gələk m-ə. Buradan 6k bərabərdir 3 vur 4'ə, k bərabərdir 2'yə. Gətirib yerinə qoysaq 3'də 2 bərabərdir 2 üstə gələk m. Buradan 4 üstə gələk 2 bərabərdir 6'ya, 2 bərabərdir 2'yə, m bərabərdir 1'ə. K'mız 2, m'miz 1. K və m parametr hasillərini istirdiğini k vuraq m bərabərdir 2 vur 1 bərabərdir 2'yə. 51-ci sual. A bərabərdir 32 vur 10 üstü 8. B bərabərdir 10 üstü mənfi 3 vuraq A. Ədədin standart şəkildə yazılışında tərtibini tapın. Yəni qüvvətini tapın deyir. Gətirib yerinə qoysaq B bərabərdir 10 üstü mənfi 3 vuraq A-nı yerinə qoysaq 32 vuraq 10 üstü 8. Bu bizə verir 32 vuraq 10 üstü 5. Qüvvətlər topladıq. Bizim qiymətli hissəmiz 0-dan böyük, 10-dan kiçikdir. Bu nə şərti nəzərə alaraq, buradan 10-dan böyükdür deyilən, bunu hər tərəfi 10-a bölürük. Hər tərəfi 10-a bölüb 10-a vuranda, yəni bərabərdir 3/10-2 vuraq 10 üstü 6. Bu qüvvəti sürüşdürsək bu tərəfə, demək bunu artıq qüvvət artır. Bizim tərtibimiz oldu neçə? 6. Qiymət hissəmiz nədir? 3/2. Tərtib soruşduğuna görə cavab oldu 6. 52-ci sual. Mərkəzləri O1 və 12 nöqtələri olan çevrələr bir-birinə xaricislərini toxunur. Radiusları uyğun olaraq 9 və 4 olan bu çevrələrin ortaq AB toxunan uzunluğunu tapın. AB toxunan uzunluğunu tapmaq üçün ilk olaraq biz radiusları birləşdirsək. Biri nədir? Perpendikulyar. Toxunlarla radius nədir? Perpendikulyar. Və biz bunu birləşdirsək. Radiusda nədir? 9 və 4. Abid vətərini toxunanı paralel sürüşdürsək bura. Paralel sürüşdürdük. Demək bura nədir? Perpendikular. Paralel olduğunda perpendikular. Bizə nə lazımdır? Bura 9'dur, bura 4'dür. Cəmi neçə eləyir? O1, O2. Bərabər nəyə? 13'ə. Bura 4 isə paralel sürüşdə görə bura da 4'dür. Deməli, bura nə qalır? H. H desək, bura qalır 5. OH, O2, O1, H, O2 düzbucaqlı üçbucağın nəzərən püfəqara görə tapırıq ki, H, O2 bərabərdir AB vətərinə. Bu da bərabər kök altında 13'ün kvadrat çıxaq 5'in kvadratına. Bərabərdir 169 çıxaq 25. Bərabərdir 144'ə. Ona çıxır 12. Cavabımız nə oldu? 12. 53-cü sual. Deyək ki, ABC üçbucağında AD tən bölən. Bucaq BAC, ACB olarsa, bucaq BAC 2x desək, ACB-yə 3x desək. B-də 80 dərəcədir. Bura x, bura x qalır. Çünki nəyə? AD tən bölən deyib. Bura neçədir? 3x-ə.
Düz bucağın, üç bucağın daxili bucaqların cəmi 180 olduğundan 2x üstə gələk 3x üstə gələk 80 bərabər neçə 180-a. 5x bərabərdir 100'ə. X bərabərdir 20'yə. X 20 olduğundan bucaq D bərabərdir 2 daxili bucağın cəminə. Ona yəni qonşu xarici bucağı nəzərə alsaq 80 üstə gələk 20 bərabərdir 100'ə. Ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir bucaq D. Kutuda olan qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çox. Kutuda olan qara kürələrin sayı ağ kürələrin sayından. Qara bərabərdir ağ kürələrin sayından çox. 3 ağ. Və sarı kürələrin sayından isə 2 dəfə azdır. Yəni S bölək 2. Sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz azdır? Ümumilikdə 2'yə bunların 2'yə 6K desək, A'ya 2K yox 3K. Ağam biz yox bunu belə deyək. Böyütməyək rəqəmlərimizi. Ağımız K olsa kümümüz olur 3K. Sarımız olur 6K. Bu şərti nəzərə alaraq cəmi 10K topumuz var. Sarı kürənin sayı bütün kürənin sayından neçə faiz azdır? Sarı kürəmiz neçədir? 6. Bütün kürənin sayı neçədir? 10. Azdır deyilən 10'dan 6 çıxanda neçə eləyir? 4K. Buraq 100 bərabərdir. K'lar getdi. 100'dən 10 xısa getdi. Qaldı 10. 10 da 4'ə vurun deyilik 40%. Nə qədər azdır? 40%. 55-ci sual. 55-ci sualımız A kvadrat çıxab B kvadrat bərabərdir 37. Bu sınaqdan birinə də düşmüşdüm. İlk aylarda olan sınaq, ortaq sınaqdan təzədən düşmüş. Təkrar sarflar. Bunu yazanda A çıxab B, A üstə gələk B. Bərabərdir 37. Vuruqları ayırdıq. 37 isə sadə vuruq olduğundan, sadə ədəd olduğundan 1 vuraq 37 kimi yazırıq. Fərq 1'ə 30. Cəm isə 37'yə. Bunu da nəzərə alsaq, toplasaq 2A 6 bərabərdir 38'ə, A bərabərdir 19'a. B'miz neçə eləyir? 18'ə. 19 çıxaq 1 vuraq 18. Yerinə qoy hesablasaq. 18 vur 18. Bu da bərabər neçə? 324'ə. Qəşəng suallardır. Bu qədər. Sağ olun, salamat qalın.